intellektli kütlə var ki, məhz kino görmək istəyir, platformalar axtarır. Düzdür, bizdə indi yayında keçmişdə var idi, 24 saat yayımlanan bir TV kanalı var idi. Amma kinomanlar sanki o kanaldan sonra bir Azərbaycan dilində filmlərin, xarici filmlərin tərcüməsini eşidib, keyfiyyətli dublyajla filmlərə baxmaq istədilər. Sanki birdən-birə bu boşluq oldu. İndi eşitdik ki, Kinobox var, çox sevindik. Məhsul, audiovizual məhsul öz istehsalçısına uzun müddət ərzində gəlir gətirməlidir. Necə? Mərhələli şəkildə. Bunlardan birincisi kino distribüsiyadır, hansı ki kinoteatrlar bayaq dediyimiz kimi. İkincisi isə onlayn platformalardır, televiziya kanallarıdır, hava nəqliyatıdır, su nəqliyatıdır, dəmir yollarıdır. Sonra bu televiziyanın icarə müddəti 3 illik bitir, bu bir televiziya kanalına getməlidir. Buradan bitməlidir, o birisinə getməlidir kimi uzun müddət ərzində istehsalçıya gəlir gətirməlidir əslində audiovizual məhsul. Azərbaycanda isə indiyə qədər təmin olunan, demək olar ki, qismən təmin olunan, o da birinci mərhələ idi, kino distribüsiya mərhələsi. Dediyim kimi 14 kinoteatr, onu da tam təmin etmişik deyə bilmərik. Bayaq dediyim kimi ölkə əhalisinin bəlkə də 40%-nin, 45%-nin əl çatanlığı yoxdur kinoteatra. Yəni bəlkə də çox olar. Adam bəlkə də çox olar. Adam doğrudan da 10 manat verməyə hazırdır sizin filminizə, amma kinoteatr yoxdur. Yəni Qazaxda yaşayan bir vətəndaşımız, Lənkəranda yaşayan bir vətəndaşımız. Ona görə də bu həm də ikinci mövzuda, bu həm də istehsalçıların problemini həll edir. Yəni istehsalçı 100 min dollara yenə film çəkəcək, yenə kino distribusiyaya gedəcək. Distribusiyadan sonra isə biz onlar üçün ikinci bir marketplace təklif edirik sanki. Zaten nə edəcəyini bilmədiyi bu məhsula yeni bir nəfəs veririk. Biz deyirik ki, YouTube-a qoymaz. YouTube-a qoyurduq indiyə qədər 90% hallarda. Yalnız 10% istehsalçılar YouTube-a qoymayıblar. Çox azdılar, barmaq sayı qədər. Ki, indi onların filmləri bizdədir, böyük əksəriyyətinin. YouTube-a niyə qoymalıyıq? Yəni, sual yaranır. Bəlkə də bu növbəti suallarda gəlirdi. Əslində o istehsalçıların ən yaralı yeridir ki. Əlbəttə. Yəni, mən bundan sonra tamaşaçı da gözləyir ki, yəni bilirsən necə? 100%. Yəni bu normaldır, yəni qınamalı da deyil. 100%. Deyir ki, onsuz da bura qoyacaq da. Mən nəyə görə bura gedim baxım? Bəli. Onu biz etmişik. Bəli. Biz istehsalçılar. Bu bizim günahımızdır.